Herkese salam. Bugün sizlerle birlikte zirvə kurslarının 16 noyabr 2025-ci il tarixində keçirmiş olduğu blok imtahanında 9-cu və 10-cu siniflərdə istifadə olunan test tapşırığı nümunələrinin izahına baxacağıq. Vaxt itirmədən başlayaq 31-ci sualdan. Sualımızda nə deyir? Deyir, sürətin proyeksiyasını zamanın asılıq qrafikinə əsasən 50 saniyə olan zamanın 50 saniyə olduğu anda avtomobillər arasındakı məsafəni hesablayın. Gəlin belə bir şey eləyək. Deməli, burada baxırıq ki, iki cisim də hərəkət edən iki cisim var. Bu iki cisimdən hər ikisi düzxətli bərabər sürətlə hərəkət edir. Birinin sürəti sabit 15 metr bölünsün saniyə, digərininki isə 25 metr bölünsün saniyədir. Gəlin biz deməli deyək ki, bunlar həm də məsələdə deyir ki, başlanğıc anda avtomobillər eyni nöqtədə hərəkətə başlamışlar. Deməli, gəlin bunun şəklini bir çəkək, təsvir edək. Baxın, tutaq ki, bu X oxudur. X oxunda bu birinci cisimdir. Bu da ikinci cisimdir. Demir, hər ikisinin başlanğıc anda eyni nöqtədən hərəkətə başlayır. Bu şəkildə hər ikisinin olduğu nöqtəni qeyd edirəm. Bura bunların x0-ıdır. 50 saniyə zaman müddətindən sonra təbii ki, bunlar hər biri müəyyən bir məsafə qət etmiş olacaqlar. Gəlin buna 1 deyək, buna 2 deyək. Birincinin 50 saniyədə getdiyi yol, bilirik ki, zaman qrafikində bu fiqurun sahəsidir. Yəni, S1 bərabərdir 15 vurulsun 50. Bura bizə verəcək 750 metr. Deməli, birinci cisim 750 metr məsafəni qət eləyib, gəlib buralara bir yerə. Digərinin isə eyni zaman müddətində gəlin getdiyi yolu hesablayaq. İkincinin də eyni zaman müddətində getdiyi yol, baxın, bu düzbucaqlının sahəsidir. Yəni, 25 və 50, tərəfləri 25 və 50 olan düzbucaqlının sahəsidir. İkincini də tapsaq, 25 vurulsun 50. Gəlin bunun şəklini biraz belə çəkək ki, aralarındakı məsafəni burada rahat görə bilək. Məsələn, bu qədər 750-ni gəldi. Birinci burada dayandı. İkincini də onda eləyir 1250 metr. Bu ikinci də gəlir. Haradasa baxın, buralarda bir yerdə dayanır. Burada 1250-dir. Deməli, bunlar arasındakı bu kiçik bir məsafə var da. Həmin o məsafəni bizdən soruşur ki, baxın, bu boydalıq bir məsafəni soruşur ki, bura nə qədərdir? Bunu da tapmaq üçün, əlbəttə ki, 1250-dən, yəni ikincinin getdiyi yoldan çıxacam 750-ni. Burada bizə verəcək, deməli, 500 metr. Deməli, cisim 500 metr yol gedib. Daha doğrusu, aralarındakı məsafə 500 metrdir. Növbəti sualımıza baxırıq. 32-ci sualımızda deyir ki, sürətin proyeksiyasının zamanın asılıq qrafiki verilmişdir. 20 saniyə ərzində cisim neçə metr məsafə qət etmişdir. Deməli, neçə metr məsafə qət edib deyir bizə. Biz bilməliyik ki, V-nin T-dən asılılıq qrafikində qrafikin zaman oxu ilə əmələ gətirdiyi fiqurun sahəsi ədədi qiymətcə gedilən yola və yaxud da yer dəyişməyə bərabərdir. Cisim neçə metr məsafə qət etmişdir deyirsə, deməli, bu bizdən yolu soruşur. Yolda da biz bilirik ki, yol mənfi olmadığına görə, qrafikdə mənfi olsa belə onun modulunu baxacaq. Baxın, bu hissə, bu qrafikin sahəsi, bir də bu sahə bizə lazımdır. Deməli, buranın sahəsi, aşağının sahəsi bizə nəyi verir? Gəlin elə burada hesablayaq. S1 bərabərdir 20 vurulsun 10-dan. Bayaq dedik ki, modulundan istifadə edirik. Bura eləyir 100 metr. Yuxarı isə S bərabərdir 30 vurulsun 10 bölünsün 2-dən. Burada bizə verəcək 150 metr. Deməli, ümumi yol 150 ilə 100-ün cəminə, yəni 250 metrə bərabər olacaq. 33-cü suala baxırıq. 33-də deyir ki, iki kürənin qarşılıqlı təsiri zamanı aldığı təcillərin modulları nisbəti 3-dür. Birinci kürənin kütləsi 15 olarsa, ikinci kürənin kütləsini hesablayın. Qarşılıqlı təsir zamanı deyir. Deməli, F bərabərdir M vurulsun A düsturuna əsasən deyə bilərik ki, M və A tərs mütənasib asılıdır. Onda A2 böl A1 bərabər olmalıdır M1 bölünsün M2-yə. A2 böl A1 nisbətini bizə verib 3. Deməli, M1 bölünsün M2 nisbəti 3-ə bərabərdir. M1-i 15 verib. 15 böl M2 bərabərdir 3-ə. Buradan M2 bərabərdir 5 kiloqram. Deməli, ikincinin kütləsi 5 kiloqrama bərabərdir.
34-ə baxırıq. 34-də deyir ki, cisimlərin ətalətliyini xarakterizə edən fiziki kəmiyyət nədir? Cisimlərin ətalətliyini xarakterizə edən fiziki kəmiyyət bilirik ki, kütlədir. 35. Deyir, iki maddi nöqtə arasındakı məsafə 4 metrdir. Onlar arasındakı məsafəni 8 metr artırdıqda cazibə qüvvəsi necə dəyişir? Cazibə qüvvəsi, ümumdünya cazibə qanunu F bərabərdir J, M1, M2 bölünsün R-in kvadratıdır. Mənə deyir ki, məsafə əvvəlcə 4 idi, sonra məsafəni 8 metr artırıblar. Deməli, R1 4 imiş. R2 8 metr artıranda olur nə qədər? 12 metr. Deməli, əvvəl 4 metr, sonra 12 metr. Bu nə qədər artıb? Bu artıb 3 dəfə. 3 dəfə artıb. 3 dəfə artıbsa, deməli, məsafə 3 dəfə artıb. Onda qüvvə 9 dəfə, yəni kvadratı dəfə azalmalıdır. Olur D variantı. 36-cı sualdan davam edirik. Deyir ki, qravitasiya sabitinin vahidinin beynəlxalq vahidlər sistemində əsas vahidlərlə ifadəsi hansıdır? Biz F bərabərdir J, M1, M2 bölünsün R kvadrat düsturuna əsasən gəlin buradan J-ni tapaq. J bərabərdir F R-in kvadratı bölünsün M1, M2. Onda gəlin J-nin vahidinə baxaq. Qüvvə F-din, vahidi Newtondur. Məsafə metrdir, metrin kvadratı bölünsün. M1, M2 də kiloqramdır, kiloqramın kvadratı. Bərabərdir. Newtonun özünün açılışı kiloqram vurulsun. Metr, burada da bir metr kvadrat var. Bölünsün, kiloqramın kvadratı vurulsun saniyənin kvadratı şəklindədir. Kiloqramlarından biri gedir. Metr kvadrata vururuq. Alınır ki, metrin kubu bölünsün, kiloqram vurulsun saniyənin kvadratı. Bu şəkildə metr kub bölünsün. Kiloqram vurulsun saniyənin kvadratı. Olur D variantı. 37-yə baxırıq. 37-də bizə nə deyir? Deyir ki, kütləsi 10 kiloqram olan cismə ayın səthində nə qədər ağırlıq qüvvəsi təsir göstərir. Deməli, yerin səthində sərbəstləşmə təcilini 10 verib, ayın səthində isə 1.6 veribdir. Deməli, məndən ayın səthindəkini soruşursa, onda gətirib ayın belə deyək ki, sərbəstləşmə təcilini yerinə yazmalıyıq. F ağırlıq qüvvəsi M vurulsun J-dir. Kütləmiz 10 kiloqramdır. J isə 1.6-dır ay üçün. Eləyir 16 Newton. 38. Sabit qüvvə təsir göstərən cismin təcilinin onun kütləsindən asılılıq qrafiki verilib. B nöqtəsinə uyğun təcilin qiyməti nəyə bərabərdir? Qüvvə sabitdir, yəni F konstantdır. Biz nə bilirik? Bilirik ki, F, M vurulsun A-ya bərabərdir. Gəlin belə eləyək. Burada deməli, A və B nöqtələrinə uyğun olaraq nisbəti yazaq. M ilə A bilirik ki, burada bir-birindən tərs mütənasib asılıdır. Onda yazıram ki, M-A-nın M-B-yə nisbəti bərabərdir A-B-nin A-A-ya nisbətinə. M-A, A-ya uyğun gələn kütlə baxıraq ki, 4-dür. 4 bölünsün. M-B, B-yə uyğun gələn kütlə 8-dir. Bərabərdir. A-ya uyğun gələn təcil 20-dir. B-yə uyğun gələn təcili axtarırıq. Daha doğrusu yerlərini səhv yazdım. Bir dəqiqə. Bura A, B, burada A, yəni 20. Bu ikisi ixtisar getsə, AB bərabər olur 10 metr bölünsün saniyənin kvadratı. Olur D variantı. 39-a baxırıq. Yer səthindən hansı hündürlükdə kosmik gəmiyə təsir göstərən ağırlıq qüvvəsi 36 dəfə azalır? Ağırlıq qüvvəsi belə bir düsturu var. Yer səthindən müəyyən hündürlük üçün. FH bərabərdir. F0 vurulsun. R bölək. R üstə gəlinsin H-ın kvadratı. Mənə deyir ki, yer səthindən hansı hündürlükdə ağırlıq qüvvəsi yerdəkindən 36 dəfə az olar? Yəni, müəyyən hündürlükdəki yerdəkindən, yəni F0-dan 36 dəfə az olmalıdır. Onda FH-ın yerinə yazıram. F0 bölünsün 36 bərabərdir. F0 vurulsun. R böl, R üstə gəlinsin H-ın kvadratı. F-lər ixtisar gedər. 1 bölü 36 bərabərdir. R bölünsün, R üstə gəlinsin H-ın kvadratı. Hər tərəfi kökə salsam, 1 bölü 6 bərabərdir. R bölək, R üstə gəlinsin H. Tənasüblə vursam, R üstə gəl H bərabərdir 6 R-ə. H da buradan bərabər olur 5 R. Deməli, 5 R hündürlükdə
36 dəfə daha az ağırlıq qüvvəsi olacaqdır. Sonra deyir ki, 40-da qravitasiya sahəsinin intensivliyinin cismin kütləsindən asılılıq qrafiki hansıdır? Ağırlıq qüvvəsi F bərabərdir, J vurulsun M ifadəsi ilə təyin olunur. Və bu ifadəyə əsasən siz deyə bilərsiniz ki, J və M bir-birlərindən tərs mütənasib asılıdır və götürərsiniz Y variantını. Amma bu tamamilə səhv yanaşmadır. Çünki J-nin özünün J bərabərdir, J M bölünsün R kvadrat kimi bir düsturu var. Yadınızda saxlayın. Planetin sərbəst düşmə təcili yalnız və yalnız planetin kütləsindən asılıdır, cismin kütləsindən asılı deyil. Bunu belə aydınlaşdıraq ki, yəni cazibə sahəsində, belə deyək, cazibə qüvvəsinin, ümumdünya cazibə qanununa görə, əgər cazibəni hansı planet yaradırsa, bu sərbəst düşmə təcilinin qiyməti də cazibəni yaradan planetin kütləsindən asılıdır. Yəni cazibəni yaradan planetin ölçülərindən, yəni bu R-dən, yəni məsafədən, eyni zamanda cazibəni yaradan planetin kütləsindən asılıdır. Cismin, yəni həmin planetdə olan hər hansı bir cismin kütləsindən asılı deyil. Ona görə də biz burada asılı deyili götürürük. Yəni J sahədə yerləşən hər hansı bir cismin kütləsindən asılı deyil. Bir daha vurğulayıram ki, sərbəst düşmə təcili yalnız və yalnız cazibəni yaradan planetin kütləsindən asılıdır. Sonra bizə gəlir 41. 41 nə deyir? Deyir, maddi nöqtənin çevrə üzrə dövrətmə periodu 0,6 saniyədir. 30 saniyə ərzində maddi nöqtə çevrə üzrə neçə dənə dövr edər? Deməli, bizə periodu böyük T-ni verib, kiçik T-ni verib, bizdən soruşur N-i. Böyük T-nin düsturu, yəni periodun düsturu kiçik T bölünsün N şəklindədir. Mən buradan N-i tapsam, N bərabərdir T bölünsün T olar. T 30-dur, böyük T 0,10-da 6-dır. Bunlar hamısı 6-ya ixtisar getsə, burada qalır 0,1, burada qalır 5, bu da eləyir 50. 50 dövr edəcək. 42. 900 kiloqram bölünsün metr kubu, qram bölünsün santimetr kuba çevirin. Deməli, 900 vurulsun. Kiloqramda qrama çevirirəm. 1 kiloqramım 1000 qramdır. Ona görə yuxarına vururam 1000-ə. 1 metr nə qədərdir bəs? 1 metrim də 100 santimetrdir. 100-ün isə nəyi olmalıdır burada? Kubu olmalıdır. Yəni, 100-ün kubu. 3 dəfə 100-ü bir-birinə vururam. Bu 3 sıfırla bunlar ixtisar gedir. 900-inki sıfırından bununki sıfırı gedir. Yerdə qalır 0,9 qram bölünsün santimetr kub. Olur C variantı. 43-ə baxırıq. Deyir, iki avtomobildən birincisinin sürəti 36, ikincinin sürəti 54 km bölünsün saatdır. İkinci avtomobilin birinciyə nəzərən nisbi sürətini metr bölünsün saniyə ilə ifadə edin. Deməli, ikincinin birinciyə nəzərən nisbi sürətini soruşur. 2-dən çıxıram birincinin sürətini. 54 çıxılsın. 36. Olur nə qədər? Deməli, burada olur 18 metr bölünsün saniyə. Olur A variantı. Bizə Eyler-Venn diaqramı verib, ağırlıq qüvvəsi və qravitasiya sahəsinin intensivliyi, yəni F ağırlıq, bir də qravitasiya sahəsinin intensivliyi, yəni J-nin ortaq və fərqli cəhətlərini tapmağı soruşur. Beynəlxalq vahidlər sistemində vahidi Newtondur. Bilirik ki, istənilən qüvvənin vahidi Newtondur. Cismin kütləsindən asılı deyil. Bayaq qeyd etdik ki, az öncəki sualımızda qravitasiya sahəsinin intensivliyi yalnız planetin kütləsindən asılıdır. Cismin kütləsindən asılı deyil. Ona görə 2-ni bura atırıq. Yer səthindən uzaqlaşdıqca qiyməti azalır. Belə deyə bilərik ki, yer səthindən uzaqlaşdıqca qiymət, yəni müəyyən bir hündürlüyə, belə deyək də, doğru getdikcə qiymət azalır. Bəli, hər ikisinin qiyməti azalır. Çünki F bərabərdir F0, R bölünsün R plus H ifadəsinə əsasən. Deməli, burada H qiyməti nə qədər çox olursa, F-in qiyməti də bir o qədər azalır. Eyni şəkildə J bərabərdir. J0 vurulsun R bölünsün R plus H-a görə. Burada H-ın qiyməti artdıqca, yəni yer səthindən olan hündürlük artdıqca J-nin də qiyməti
azalmalıdır. Ona görə bu hər ikisinə uyğun gəlir. Beynəlxalq kvadratlar sistemində vahidi Newton bölü kiloqramdır. Bu qravitasiya sahəsinin intensivliyidir. Yerin mərkəzinə doğru yönəlir. Hər ikisi yerin mərkəzinə doğru yönəlir. Yəni həm qravitasiya sahəsinin intensivliyi, həm də ağırlıq qüvvəsi. Hər ikisi cismin mərkəzindən yerin mərkəzinə doğru. Daha doğrusu ağırlıq qüvvəsi cismin mərkəzindən yerin mərkəzinə doğru. J isə yerin istənilən nöqtəsində yerin mərkəzinə doğru yönəlir. 45-ci sualla davam edirik. Deyir ki, cisim 50 metr bölünsün saniyə başlanğıc sürətlə yuxarıya atılmışdır. Atıldıqdan 3 saniyə sonra cisim hansı hündürlükdə olar? Deməli, yer səthindədir. Tutaq ki, baxın, belə bir cisimdir. Bu cisim yuxarıya doğru 50 ilə atılır. Qalxır, 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 gəlir, yenidən yerə düşür. Mənə deyir ki, atıldıqdan 3 saniyə sonra cisim hansı hündürlükdə olar? Bu cisim ilk öncə bunun hərəkətini, yəni cismin necə bir hərəkət etdiyini müəyyənləşdirməliyik biz. Üfüqə yuxarıya doğru atılmış cisim, daha doğrusu şaquli yuxarı atılmış bir cisim, maksimal qalxma hündürlüyünə çatana qədər, yəni bu h maksimalı qət edənə qədər yavaşlayan hərəkət icra edir. Y oxu üzrə yavaşlayır. Daha sonra isə gəlir maksimum nöqtəyə çatır. Burada sürətini bir an sıfırlayır və əks istiqamətdə sərbəst düşmə hərəkəti icra edir. Və mənə deyir ki, 3 saniyədən sonra hansı hündürlükdə olar? Cisim maksimal hündürlüyə qalxma müddəti T qalxmadır da, düzdür? Gəlin bir T qalxmanı tapaq. Görək bu cisimimiz 3 saniyə sonra harda olacaqdır? T qalxma bilirik ki, V0 bölünsün J'dir. Buradan tapıram ki, 50 bölünsün 10-dan eləyir 5 saniyə. Deməli, cisim maksimum hündürlüyə 5 saniyəyə çatıb. Onda 3-cü saniyədə, yəni bu 3 saniyə sonra buralarda bir yerdə olacaq da. Bizim cisim buralarda bir yerdə olacaq. Deməli, bu hündürlüyü məndən soruşur ki, bu nə qədər olacaq? Onda yazıram ki, h bərabərdir V0T minus JT kvadratı bölünsün 2. Gətirəm yerinə qoyuram. V'miz 50-dir. 50 vurulsun 3. Çıxılsın 10 vurulsun 3-ün kvadratı 9 bölünsün 2. Bura bizə verir 150, çıxılsın 45. Bu da eləyir 105 metr. Deməli, cisim 105 metr hündürlükdə olacaq. 46. Maddi nöqtə radiusu 40 cm olan çevrə üzrə hərəkət edərək 0,8 saniyə ərzində 180 dərəcə dönür. Onun yer dəyişməyə görə orta sürətini tapın. Gəlin bunun bir şəklini çəkək. Deməli, baxın, çevrədir. Bizim çevrədə cisim, məsələn, dayanıb burada. Burada dayanan bir cisim bu istiqamətdə gəlir. 180 dərəcə dönmək nə deməkdir? Çevrənin elə bir yarısını gedir də. Çevrənin mərkəzi buradırsa, buradan bura qədər məsafə R. Buradan bura qədər də məsafə R. Cisim başlanğıcda A-da idi, sonra B-yə gəlib. 180 dərəcə dönməyib, bura 180 dərəcədir. Onda bunun yer dəyişməsi nədir? Başlanğıc və sonu birləşdirən istiqamətlənmiş düz xətt parçası. Başlanğıcla sonu, yəni A ilə B-ni birləşdirirəm. Bizim yer dəyişməmiz olur nə qədər? 2R qədər. Onda deyir ki, deməli, 0,8 saniyə ərzində 180 dərəcə dönübdür. Mən yer dəyişməni tapıram. Yer dəyişməmiz eləyir 80 metr. Yəni, radius 40 idi da. Gətirdim yerinə qoydum. 80 santimetr daha doğrusu. Bu da eləyir 0,8 metr. İndi mənə deyir ki, yer dəyişməyə görə orta sürəti tap. Yəni, V orta bərabərdir S bölünsün T. 0,8, zamanım da nədir? 0,8. Bərabərdir 1. 1 metr bölünsün saniyə olub, deməli, bunun orta sürəti. 47-yə baxırıq. 47-də deyir, verilmiş iki maddi nöqtənin cazibə qüvvəsinin modulunun onlar arasındakı məsafədən asılılıq qrafiki hansıdır? Cazibə qüvvəsi F bərabərdir J M1 M2 bölünsün R-in kvadratıdır. Buradan baxıram ki, F R-in kvadratı ilə tərs mütənasib asılıdır. Tərs mütənasib asılığın qrafiki də burada 4-cüdə olduğu kimidir. 48. Nə deyir 48-də? Deyir ki, 4 kiloqram kütləli cisim 12 Newton qüvvənin təsiri ilə hərəkətə başlayır. 8-ci saniyənin sonunda cismin sürəti nə qədər olar? Gəlin belə eləyək. Deməli, biz buradan kütləmiz var, F-imiz var. Nəyi tapa bilərik? A-nı tapa bilərik. A bərabərdir F bölünsün M-dən. 12 bölünsün 4 eləyir 3 metr bölünsün saniyənin kvadratı. Mənə deyir ki, 8-ci saniyənin sonunda, yəni 8 saniyə sonra biz ümumiyyətlə bir zaman diliminin, bir zaman anının sonu deyirsə, hər hansı bir birinci zaman anının sonu deyirsə, elə həmin zamanın özünü götürürük zaman olaraq.
Yəni T bərabər olur 8 saniyə. Cismin sürəti deyir nəyə bərabər olar? A bərabərdir, hərəkətə başlayır deyir. Deməli, bu sükunətdən hərəkət edibdir. Yəni, başlanğıc sürət yoxdur. A bərabərdir, V bölünsün T-dən əsasən, daha doğrusu V çıx V0 bölünsün T-yə əsasən. V0 sıfırdırsa, onda V bölünsün T-dən mən sürəti tapa bilərəm. Buradan V-ni tapsam, V bərabər olur A vur T. Yəni, 3 vurulsun 8, 24 metr bölünsün saniyə. 49. Həcmi 8 metr kub olan çən neçə kiloqram kütləli kerosin tutur? Deməli, V-mizi verib 8, R-muz var. R bərabərdir, M bölünsün V-yə əsasən buradan M-i tapsam, M bərabərdir R-V. M bərabərdir, 800 vurulsun 8, eləyir 6400 kiloqram. 50-ci sual. Deyir, 20 metr bölünsün saniyə başlanğıc sürətlə, bu olur V0. Hərəkət edən avtomobil bərabər yavaşlayan hərəkət edir, yavaşlayır. Avtomobilin təcili 2 olarsa, 10 saniyədə getdiyi yolu təyin edin. Deməli, yavaşlayan hərəkətdə gedilən yol S bərabərdir, V0T minus AT kvadratı bölünsün 2 ifadəsi ilə təyin olunur. 20 vurulsun 10, çıx 2 vurulsun 100 böl 2. Eləyir 100 metr. 51-ci sualdan davam edək. Deməli, müəyyən qüvvə 2 kiloqram kütləli cismə 6 metr bölünsün saniyə kvadratı, 3 kiloqram kütləli cismə isə 4 metr bölünsün saniyə kvadrat təcil verir. Həmin qüvvə hər iki cismə birlikdə nə qədər təcil verər? Deməli, biz buradan əvvəlcə qüvvəni tapmalıyıq ki, görək bizim qüvvə nə qədərdir. Qüvvə də MA deyil, biz istənilən halda, yəni istəyirik 2 ilə 6-nı götürün, istəyirsiniz 3 ilə 4-ü götürün, fərqi yoxdur. Hər ikisində qüvvənin qiyməti eyni olmalıdır. 2 vurulsun 6-dan, bu eləyəcək 12 Newton. 3 vurulsun 4-dən də yazsaq, yenə eləyəcək 12 Newton. Deməli, qüvvə 12 Newtondur. İndi deyir ki, həmin qüvvə, yəni bu 12 Newton, hər iki cismə birlikdə təsir göstərsə, yəni bu 2 və 3 kiloqramlıq cisimlər üst-üstə qoyulmalıdır, yaxud da birləşdirilməlidir bir-birinə, yəni bağlanmalıdır bir-birinə və bunlar 12 Newtondan dartılmalıdır. Bu zaman cisim nə qədər təcil alır? A bərabərdir F bölünsün M1 üstə gəl M2 bərabərdir 12 bölünsün M1 ilə M2-nin cəmi də 5. Bu da bizə verəcək 2 tam 10^4 metr bölünsün saniyənin kvadratı. Olur C variantı. 52. Deyir, Yusif topa 10 Newton qüvvə ilə zərbə endirir. Top Yusifə nə qədər qüvvə ilə zərbə endirməlidir? Bu Newtonun 3-cü qanununun tətbiqinə aid olan bir tapşırıqdır. Newtonun 3-cü qanunu bizə deyir ki, cisimlər bir-birlərinə qiymətcə eyni, yəni modulca eyni, işarəcə əks istiqamətlərdə olan qüvvələrlə təsir göstərirlər. Yəni, Yusif topa 10 Newton qüvvə ilə təsir göstərirsə, top da Yusifə eyni qədər ədədi qiymətə malik olan, yəni 10 Newton qüvvə ilə təsir göstərməlidir. Yəni, F1 mənfi F2-yə bərabərdir. Amma modulca bu qüvvələr eyni qüvvələr olur. Yəni, 10 Newton olacaq. Açıq tipli tapşırıqlarda 53-cü sual. Deməli, kütləsi 60 kiloqram olan oğlan 500 kiloqram kütləli tərpənməz qayıqdan 5 metr bölünsün saniyə sürətlə sahilə tullanır. Bu zaman qayıq nə qədər sürət alar? Yəni, bunu belə eləyək. Deməli, bizdə oğlanın kütləsini verib, qayığın kütləsini verib, tərpənməz qayıqdan oğlan 5 metr bölünsün saniyə sürətlə sahilə tullanır. Qayıq nə qədər sürət almış olar? Deməli, burada biz impulsun saxlama qanununu tətbiq eləyə bilərik. P oğlan bərabərdir P qayıq. Yəni, impulsu saxlanılır. Əgər oğlan 5 metr bölünsün saniyə sürətlə sahilə tullanırsa, bu zaman o impuls vermiş olur sanki qayığa. Və nəticədə qayıq da onun hərəkətinin əksi istiqamətində hərəkət etməyə başlayır. Yəni, oğlanın hərəkətinin əksi istiqamətində hərəkət edir. Oğlanın deməli impulsu 60 vurulsun 5 edir. Qayığın impulsu isə 500 vurulsun V. Biz bu V-ni axtarırıq, qayığın sürətini. V də bərabər olur buradan. Deməli, 30 bölünsün 50. Deyəcək 0,6 metr bölünsün saniyə.
Davam edək. 54-lə. Deməli, deyir ki, cismin sürətinin proyeksiyasının zamananaslıq qrafikinə əsasən onun 12 saniyə müddətində yer dəyişməyə görə orta sürətini tapın. Yer dəyişməyə görə orta sürət bilirik ki, V orta cismin yer dəyişməsinin zamana olan nisbətinə bərabərdir. V-nin T-dən asılılıq qrafikində yer dəyişməni tap deyirsə, bu zaman biz sahə tapmalıyıq təbii ki və işarəni də nəzərə almalıyıq, yəni mənfini də nəzərə almalıyıq. Buranın sahəsi bizə mənfi 20 vurulsun 6-dan bölü 2 eləyəcək mənfi 60. Buranın sahəsi isə bizə verəcək 30 vurulsun 6 bölünsün 2-dən 90. Bura mənfi 60, bura 90. S-imiz mənfi 60, üstə gəl 90-dan 30 olacaq. V orta da bərabərdir. 30 bölünsün, zaman da nədir? 12-dir. Bunların hər ikisi 3-ə ixtisar getsə, burada 10 qalır, burada 4 qalır. V orta da olur. 2,5 metr bölünsün saniyə. 55. Deyir, körpüdə hərəkət edən avtomobilin sürəti 54 km/saat, mərkəzə qaçma təcili 3 metr bölünsün saniyə kvadratdır. Körpünün əyrilik radiusunu təyin edin. Cavabı da metrlə ifadə edin. Ona görə biz gərək buradakı sürəti, yəni bu 54 km bölünsün saatı, çevirək metr bölünsün saniyəyə. 54 vurulsun 1000 bölünsün 3600. Bunlar ixtisar getsə, 54 ilə 36 9-a ixtisar getsə, burada qalır 4, burada qalır. Deməli, 9-a ixtisar gedəndə burada qalır 6. 60-ı da 4-ə böləndə eləyir 15 metr bölünsün saniyə. Deməli, təcili də bizə verib. A da bərabərdir 3-dür. Məndən radiusu soruşur. A-nın bilirik ki, V kvadratı bölünsün R düsturu var. Gətirib yerinə qoyuram. V-nin qiyməti 15. 15-in kvadratı 225. Böl R axtarıram. Bərabərdir. Təcilimiz 3. R da buradan olur. Deməli 75 metr. Belə. 56. Qayığın durğun suya nəzərən sürəti 12 metr böl saniyə, çayın axın sürəti 3-dür. Qayığın çay yuxarı 1 dəqiqə ərzində getdiyi yolu tapın. Çay yuxarı deyirsə, deməli bu çayla eyni istiqamətdə nəzərdə tutur. Çay yuxarı, yəni çayla eyni istiqamətdə. Kilometrlə deyir cavab ifadə elə. Sürəti verib, bu qayığın durğun suya nəzərən sürəti ilə qayığın öz sürətidir və qayıq bərabərdə 12 metr böl saniyə. Çayın axın sürəti V çay 3-dür. Zaman 60 saniyədir. S bərabərdir. Eyni istiqamətdə olanda V qayıq plus V çay vurulsun T. 12 ilə 3 15. 15-də 60-a vuranda eləyir. Deməli 900 metr. Bu da eləyir 0,9 kilometr. 57. Uzunluğu müəyyənləşdirin. Çevrənin radiusu deməli metrlə ifadə olunur. Dövrətmə periodu bir tam dövrə sərf olunan zamandır. Dövrətmə tezliyi vahid zamandakı dövrlərin sayıdır. Vahidi saniyədir dövrətmə periodunun. Vahidi 1 böl saniyədir dövrətmə tezliyinin. Bu şəkildə. 58. Deyir, T bərabər 0 anında eyni yerdən hərəkətə başlayan asıllıq qrafiki verilmiş. Hərəkətə başlayan yəqin ki, cisimlərin asıllıq qrafiki verilmişdir. Sürətinin zamanın asıllıq qrafiki verilib. Hərəkətə başlayan andan 0,5 dəqiqə sonra cisimlər arasındakı məsafəni hesablayın. Elə cisimlər arasındakı məsafəni hesabla deyirsə, baxın, buranın bütövlükdə sahəsini nəzərdə tutur ki, nə qədərdir. Yəni, V-nin T-dən asıllıq qrafikində həmin bu fiqurun sahəsini tapmaqdan aradakı məsafəni tapa bilərsiniz. Və yaxud da bunu belə şəkil kimi çəksək, başlanğıc anda eyni nöqtədədirlər cisimlər. 5 dəqiqədən sonra birinci nə qədər yol gedir, yəni hara gedir, hansı istiqamətdə gedəcək. Bunu şəklini belə çəkək, daha dəqiq olsun. Baxın, bu şəkildə belə çəkək. Deməli, bunlar eyni bir nöqtədə olsunlar. Birinci cisim X oxunun istiqamətində nə qədər yol gedib? 12 vurulsun 0,5 bölünsün 2. Bura eləyir bizdə 3. Deməli. Gəlin belə eləyək. Bu biraz sual məsələ.
5 dəqiqə demir. 5 dəqiqəni gəlin saniyəyə çevirək. 30 saniyə. 12 vur 30 böl 2. Bura eləyir 180. Deməli, cisim x oxu istiqamətində yerini dəyişib bura gəlib. 180 metr yol gedib. İkincisi isə baxın, bu qədər dərlik bir hissə gedib. Buranın sahəsi S bərabərdir. -15 vurulsun. Yenə 30 bölünsün 2. Burada bizə verəcək -225 metr. Cisim x oxunun əksinə 225 metr yol gedib. Bax, gəlib dayanıb buralarda bir yerdə ikinci cisim. -225. Yəni yer dəyişməsi -225-dir. İndi bunlar arasındakı məsafə nə qədər olacaq? Təbii ki, bunlar arasındakı məsafə bu boydalıq bir sahədir. Burada bir hissədir. 180-dən çıxacam 225-i. -225-i. Burada eləyəcək 5, 11 yadda 405 metr. 59. 0.5 saniyə tezliklə çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin sürət dəyişməsindən modulu nə qədər vaxtdan sonra onun sürətindən 2 dəfə böyük olar. Deməli, bizə n-i verib 0.5 saniyə. Buradan t-ni tapsaq 1 bölünsün 0.5. Yəni 1 bölünsün 2-də 1, 2 saniyə. Deməli, dövrətmə periodu 2 saniyədir. İndi deyir ki, sürət dəyişməsinin modulu nə qədər vaxtdan sonra onun sürətindən 2 dəfə böyük olar. Yəni delta V 2V-yə nə vaxt bərabər olur? Periodun yarısına bərabər olan zaman müddətində. Periodun yarısına bərabər zaman müddəti də 1 saniyədir. Yəni, sanki çevrənin yarısını getmiş kimi olur da. Olur 1 saniyə. 60-cı sual deyir. Yer səthindən 3R hündürlükdə olan cismə təsir göstərən ağırlıq qüvvəsi 20 Newtondur. Bu cismin kütləsini hesablayın. FH bərabərdir. F0 vurulsun. R bölək R üstə gəlinsin H-ın kvadratı. 3R hündürlükdə Newtonu bizə verib ki, 20 Newtondur. 20 bərabərdir. F0-ın yerinə yazıram mj. R bölək R üstə gəlinsin 3 R-in kvadratı. 20 bərabərdir. J 10-dur. 10M. R bölünsün 4 R-in kvadratı. R-lər gedər. 10-la da bu gedər. 2 bərabərdir. M vurulsun. 1 bölək 16. M bərabərdir. 32 kiloqram. Bu şəkildə bütün sualların burada 4-cü qrup. Bütün sualların həllinə baxdıq.